Hal-hazırda gördüyünüz kimi bu möhtəşəm mənzərədə çadır qurub kamp edirəm. Artıq bir gündən çoxdur buradayam və bu möhtəşəm yer Astaranın Sım kəndindən Navi kəndinə gedərkən Şiçer şəlaləsinin təxminən 600-700 metr məsafəlik bir ərazisində yerləşir. Buranı görmək üçün ancaq Navi tərəfdən gəlmək lazımdır. Daha detallı videonun sonra kimi izləyin. İndi mən gedirəm özümə çay hazırlamağa. Səhər saatlarından hərəkətə başladım. İndi gedirəm Kicəbə qəsəbəsinə tərəf. Oradan yan marşrutdan ya da taksi ilə Sım kəndi istiqamətində bir maşın tapım. Lan gibi nerede part var ya? Sım kəndin yaxınlığında ya satılır. Hər gün səhər saat 7-8-də işləmiş Kicəbə qəsəbəsindən marşrut çıxır. Gəlmək istəyən gələ bilər. Mərkəzdəyik. Uşaqların məktəbə belə gəlmələri çox vəziyyət edir. Tələsmələri. Hər gün də marşrut Kicəbə qəsəbəsindən çıxır Sıma. Fərqli istiqamətdə də çıxır, amma bu marşrut saat 7-8-də işləmiş. Sımın mərkəzinə kimi gətirə bilir sizi. Çantamızı yerləşdirdik. Çətin zamanda dosta zəng. Xəlil Sarazu gəlir bizə kömək eləməyə. Müəyyən məsafəni qaldırır, ondan sonra biz piyada hərəkət edəcəyik. Səhər saat 9-dur. Sımda çox möhtəşəm bir hava var. Gündür güclü yağış yağır. Yağışdan sonra bugün hava sakitdir. Ola bizim gecə saatlarında yağsın, amma hər halda biz hazırlıqlı gəlmişik. Bu cığır Sım kəndinin Ambuhuni deyilən yerindən Navi kəndinə rahat qalxmaq üçün ən ideal piyada yoldur. Maşın yolu isə Sımda Laşkasa deyilən yeri var, oradan qalxa bilər. Demək olar ki, artıq bir neçə dəqiqədən sonra
Navinin maşın yoluna düşürəm. Kəndin yaxınlığında biraz dincələk. Gördüyünüz kimi tərləmişəm. Yük ağırdı həddindən artıq, amma mənzərə adam başını qatır. Navi kəndi aşağıda qaldı. Mən yoldan qırağa çıxmadım ki, rahat hərəkət edə bilim. Yoxsa kəndə düşsəm, təzədən qalxmalı olacam. Kəndin son evləri yuxarı hissədədir. Elə oradan keçəndə sizə göstərdim onu. Çox qalmaq olmaz. Tərimiz soyumadan yolumuza davam edək. Çay içməyə gəlmişdik, amma dedilər yemək yeməsən getməsin. Edə bilməzsən, ona görə dedim çörək yeyək. Ondan sonra hərəkətə başlayarıq. Yeməklər də ki tam təbii olaraq. Buradan yavaş-yavaş ayrılıram. Həqiqətən düşünmürdüm bu qədər qalaram. Amma maraqlı idi. Həm mənzərəsi, həm insanları. Yavaş-yavaş sonuncu evə doğru hərəkət edirəm. Və oradan da meşənin ən dərin nöqtələrinə doğru. Burada hər şey təbiidir. Gördüyünüz kimi. Və Navi kəndinin sonuncu evidir. Buradan belə isə biz gedirik meşəli əraziyə və Şitri şəlalasına. Oldu. Kəndin ərazisi bitdi. Meşəyə daxil olduq artıq. Gördüyünüz kimi. Möhtəşəmdir buralar. Çayın səsinə baxın. Gör nə qədər su varsa, çox vahiməli səsi var. Çocuk ki adam ayağı girecek.
Qabaq burada çox ay olub. Və Şiçer şarlasına gedən yolun üstündə belə bir qayalıqda kamp edəcəm. İlk işim köynəyimi dəyişməkdir, gördüyünüz kimi yaş olub. Sonra yavaş-yavaş çadırımı qurub, ərazidən odun yığıb, axşama hazırlıqlarımı görəcəm. İnşallah ki, yağış yağmaz. Yağsa belə problem deyil. Tam hazır gəlmişik. Çadırı burada qurmağın səbəblərindən biri, bura daha rahatdır, amma ocağı çadırın önündə, yəni bu istiqamətdə yandıracağım. Çünki bu istiqamət cənuba baxır, çadır isə məndən şimal tərəfdədir. Əks halda mən çadırı burada qursam, əksinə qursam, onda külək əsən zaman bütün tüstü çadırın içine girəcək. Yəni çöldə kamp edərkən buna diqqət edin. Hər zaman ocaq sizdən cənubda qalmalıdır. Yəni bu qapını açanda üzü cənub istiqamətində baxmalısınız. Onda çox möhtəşəm bir kamp edə bilərsiniz. Mən hazırlıqlarımı görürəm. Burada da bəs qədər ərazi var. İndi ləvazimatlarımı yığıram çadırın içinə və yavaş-yavaş odun ehtiyatımı artırmağa başlayıram. Yağışdan sonra belə yerlərdə siz quru yarpaq tapa bilərsiniz ocaq yandırmaq üçün. Əsasən payız aylarında tökülmüş yarpaqları külək gətirir belə yerlərə. Amma yarpaqları yığarkən barmaqlarınıza diqqət edin ki, orada siz nəsə işləyib eləməsin. Naharı yemiştim. Akşamüstü, daha doğrusu akşam özüme griska pişireceğim. Şimdi istedim kofe demleyeyim.
Hava yavaş-yavaş qaralır. Biraz dincəldikdən sonra akşam yeməyini hazırlayacağım. Hamısı bir-birinə xüsusi dad verib möhtəşəmdir. Bu yeməyi yeyəndən sonra adama soyuq dəyməz. Belə böyük odunlardan yerləşdirmişəm. 5-6 saat yanacaq. Biraz dincəlmək istəyirəm. Yatmaq vaxtı olacaq. Yatarkən həmişə ayaqqabınızı içəri qoyun. Ocağı çox yaxın eləməmişəm ki, çadır yanmasın. İstiliyində istəyirəm. Çoxdandır kamp eləmirdim. Düşünürəm ki, gecə burada yatmaq çox əla olacaq. Çöldə zaman keçirmək həqiqətən möhtəşəm bir histir. Kampda biz fiziki cəhətdən yorulsaq da, çünki yemək hazırlamaq, ləvazimatlarımızı daşımaq, müəyyən məsafəni qət etmək və s. bunun kimi şeylər var. Bunlar bir tərəfdən fiziki cəhətdən bizi yorsa da, digər tərəfdən bizə çox müsbət təsir göstərir. Yalnız yaşayanlar bilir. O da ara-sıra dincəlmək üçün, düşünmək üçün tək başıma kamplara çıxıram. 1 günlük, 2 günlük, 3 günlük düşərgələrdə həqiqətən həm dincəlirəm, həm də çoxlu təcrübə qazanıram. Çöldən də bayquşun səsi gəlir, ocağımız da yanır. Hələ ki hava istidir. Bayquşun səsinə oyandım. Saat 23:14'dür. Çok möhtəşəm səsi var. Hava da ulduzludur. Ocağım hələ söndü.
Ot tam söndüğü üçün yenidən yandırıb çay hazırlamaq istəyirəm və səhər yeməyi. Hazırlıq işlərini görürəm. Yolum uzundur. Yavaş-yavaş çadırı sökürəm, sonra bişirdiyim kartofu yiyəcəm. Artıq getmək zamanıdır. Gördüyünüz kimi arxadan duman gəlir və yağış yağacaq. Mən bütün hazırlıqlarımı görmüşəm. Uzağı da söndürdüm. Hər şey olduğu kimi buraxıb ərazidən uzaqlaşıram.
Bu möhtəşəm meşəli ərazini hərəkət edib, gəlib çatdım artıq Ağyalut kəndinə. Demək dostlar, Sım kəndindən gedib Naviyə, Navidən gedib meşəli ərazidə düşərgə qurdum və gəlmişəm indi Ağyalut kəndinə. Ağyalut kəndindən biraz dincəldikdən sonra çox möhtəşəm bir kənddir. Təxminən 9-10 ailədən ibarət möhtəşəm bir yerdir. Burada da bir neçə saat dincəldikdən sonra indi mən Sım yoluna düşürəm ki, oradan evə qayıda bilim. Mənzərəsi də belə möhtəşəmdir, gördüyünüz kimi. Gələrkən bu gözəl evdə dincələ bilərsiniz. Dayı, çox sağ olun hər şeyə görə, təşəkkür edirəm. Var olasınız. Hər zaman gələndə burada bir çay içmədən yuxarı qalxmıram. Həm buradan qalxıb Sımdan düşmək olar, həm Sımdan qalxıb buradan düşmək olar. Yəni bura çox möhtəşəm bir yerdir. Təşəkkür edirəm, görüşmürəm, sağ olun. Oldu, Allah'a emanet. Sağ olun. Belə. Qardaş da gəlib. Biz öz maşını ilə aparacaq aşağıya. Salam aleyküm. Neyse qardaş, keyfiniz nədir? Buradan da ayrıldıq. Həqiqətən insanlar möhtəşəmdir burada. Mənzərə də möhtəşəmdir. Qardaş, çox sağ ol. Təşəkkür edirəm. Adın necə oldu sənin? Şəkər. Şəkər qardaş. Nivanın əməlli başda yığıb deyir ki, turistlər hardadır. Neşdir? Ağyalıtdan çıxırıq indi. Ağyalıtdan Sım kəndinin girişində bir kəsişmə var. Oradan keçəcək. Oradan isə düz Kiyəbə qəsəbəsinə, oradan da öz evimizə. Belə. Bura gəlmək üçün Kiyəbədən birbaşa gələ bilirsiniz. Və bu yol sizi axırda, yəni bu kənddən sonra 3 kilometr məsafəni qət edib Şiçil şalasına gedə bilərsiniz. Belə payız da yavaş-yavaş gəlir. Buradan da təxminən biz Sım kəndinin yoluna 4 kilometrdir deyəsən, ha? Bəli. 4 kilometr məsafəni qət eləməliyik maşınla. Əvvəl maşın yolu yox idi, şükür Allaha. Maşın yolu da var. Yavaş-yavaş düşürük aşağı.